Hello my friend, how are you? Mən Azərbaycanca bilirəm, mən Azərbaycan danış. Qardaş. Əziz izləyicilər, əsasən də valideynlər, Bakıda Oxu Tədris Mərkəzi adında xüsusi bir təhsil ocağı var ki, buranı sizə təqdim etmək istəyirəm. Artıq buradan demək olar ki, xüsusilik başlayır. Hər kəs ayaqqabısını soyunur. Əminəm ki, digər tədris mərkəzlərində belə bir şey yoxdur. Ayaqqabısız girirlər içəri. Burada insan ilk dəfə nətər, yəni dünyaya gəlib elə ki. Keçək içəri. İçəri keçirsən həqiqətən rənglər, ab-hava adamın ürəyini açır. Divarları sertifikatlarla bəzəyiblər. Elə müəllimlə görüşdük, dedi ki, onlar yəni sıradan uşaqların deyil də, xüsusi qayğıya ehtiyacı olan, qavramasında problem olan, çətin tərbiyə olan, psixoloji problemi olan və autizmli uşaqların yüksək nəticələridir. Tədris mərkəzinin xüsusiliyi, əsas xüsusiliyi. Durmayın. Xoş gördük uşaqlar. Kim tanıdı? Mən tanıdım. Kimdir? Qayıdıb da Enes Batur'dur. Salam uşaqlar. Bunlar erkən yaş dövrlərdir, balaca 3-4 yaşlılar. Tanıdınız? Tanımadınız? Maşallah, cuppulular bal deyib bal. Hələ biri mənə hədiyyə də verdi. Çox sağ ol, təşəkkür Abbas, edirəm. çox sağ ol. 5 vur Abbas. Aferin sənə. Süpersən. Baxdım ki, abi diplomlar nədir yenə medalla, zatla? Oxu Tədris Mərkəzinin şagirdləri Neftçi İdman Klubunun həm futboluna, həm güləşinə, yəni rəsmi qeydiyyatdadırlar. Bu Neftçi İdman Klubunun güləşçilərinin, bizim Oxu Tədris Mərkəzinin şagirdlərinin aldığı 1-ci, 2-ci, 3-cü yeri medallarıdır. Maşallah, möhtəşəm. Yəni çox istedadlı şagirdlərimiz var. Hər sahədə inkişaf etdiririk. Buranın isə diplom tədris mərkəzi qoyuruz. Vaxtdan gələndə divarlar zatlara yer. Şöbələrdən birini də elə qoyarıq. Maşallah, tədris mərkəzi olaraq da çox işıqlı, belə ab-havalı, rəngarəngdir. Düşünürəm ki, bu kimi şeylər də yəni insanın təhsilinə, oxumasına, adaptasiya olmasına çox önəmli bir şeylərdir. Düz demirəm müəllim? Bəli, bəli. Yəni buranı qaramat eləsəydiniz, hava, günəş həm sağlığı olaraq, oksigen olaraq, D vitamini olaraq, həm də nastreyniya, keyf olaraq çox təsir edir. Çox təsir edir. Buyurun. Xoş gördük. Salam uşaqlar. Nəyiz uşaqlar, yaxşısınız? Özümü komanda kimi hissediyorum. Disiplindirlər, böyükdülər, bəli, disiplinimizi görmüş uşaqlardır. Buyurun, sözünüzü tanıdınız? Kimdir? Mr. Beast. Nə ilə məşhurdur? Dəvələrlə. Dəvələrlə, yəqin dublajlardan birini deyirlər, Yusuf. Bəlkə karvanım var, onu deyil. Həm uşaqların, həm müəllimlərin, həm də ab-havanın səmimiyyəti mənə çox ləzzət elədi. Kəşke uzaq olmayardı, Zeydi də gətirə bilərdi. İnşallah, onu da təşkil edərik. Biraz yaxınlara gəlsəz belə, Masazır zat tərəflərə. Uşaqlar gedək Masazır tərəfə.